Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 4-cü kurs tələbəsi Babək Sübhaninin Təxəyyül və Şəxs adlı foto sərgisinin sorağı bölgələrdən gələcək. İlk baxış günü 90 illik mədəni ənənələrə malik Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində olan sərgidə Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələri olan Aydın Talıbzadə, Məryəm Əlizadə, Ramiz Novruz, Fərəh Əliyeva kimi sənət adamları iştirak edirdi. İlk xeyir duasını belə dəyərli insanlardan alan Babək və onun sərgisinin sorağı bu dəfə Azərbaycanın dilbər güşələrindən olan Lənkərandan gəlir. Tədbir Lənkəran şəhərinin müxtəlif təhsil və mədəniyyət obyektlərində nümayiş olunacaq. Sərgi 2 gün tamaşaçıların ixtiyarında olacaq. Sərgi Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında, Lənkəran Şəhər Tibb Kollecində və Lənkəran Gənclər Evində nümayiş olunacaq. Gözəl yaradıcılıq işi kimi böyük əhəmiyyətə malik sərgidə gün ərzində dəfələrlə gördüyümüz simalar bizə tanımadığımız tərzdə təqdim edilir. Fotolarda fon kimi qara rəngin seçilməsi və bu qaranlıqda insan simalarının parlaq əksi böyük fəlsəfi məna kəsb edir. Dünya qaranlıq biz insanların nurlu simasıdır. Bəşəriyyəti işıqlandıran. Gənc fotoqraf öz daxili aləmini digərlərinin üz-cizgilərində göstərə bildi və seyirci, məncə, başa düşdü ki, orada fotolardakı görünən simalar gənc və istedadlı fotoqrafın öz iç dünyasıdır. İnsan simasının gizlinlərinin, daxili aləminin sirlərinin bizlərə nümayiş olunması da əhəmiyyətli bir yaradıcılıq işidir. Bu cür sərgilərin keçirilməsi gənclərin sənətə olan meylinin yaranmasında, incəsənətin bir sahəsi olan foto sənətinə marağın artması baxımından böyük əhəmiyyət kəsb edir.